Bugünkü dərsimiz Azərbaycan SSR, Azərbaycan 2-ci Respublikasıdır. 1920-dən 1991-ə qədər mövcud olub. Birinci qanunverici orqanın adı Müvəqqəti İnqilabi Komitədir. Tərkibi Azərbaycanlılardan, yəni Rus istəyən Azərbaycanlılardan ibarətdir. Qanunvericidir. 20-dən 21 maya qədər, maydan maya qədər Müvəqqəti İnqilabi Komitə olub. Sonra 21-ci il may konstitusiyasında, Azərbaycanın birinci konstitusiyasına əsasən Müvəqqəti İnqilabi Komitə Mərkəzi İcraiyyə Komitəsi ilə əvəz olunub. Adında icra sözü olsa da qanunverici idi. Hakimiyyət əsasən fəhlə və kəndlilərə məxsus idi. İnsanlara söz, vicdan, mətbuat azadlığı verilirdi. Milli azlıqlar qorunacaq. Təbii ki, Azərbaycanda sadəcə az olan kimlər idi? Ermənilər, ruslar. Onlar qorunacaq. Əməklə məşğul olmayanlar seçkidə iştirak edə bilməzdi. Bakı Xalq Komissarlar Sovetinin icra edici idi. Tərkib Azərbaycanlılar daha çox idi yenə də. Rəhbəri Nəriman Nərimanov idi. Real deyildi. Komünist Partiyası Bakı Xalq Komissarlar Sovetinin istədiyi qərarını ləğv eləyə bilərdi. Komünist Partiyası yeganə partiya idi. Hələ AXC-nin dövründə yaranmışdı. Real hakimiyyət bu idi. Rəhbəri erməni mənşəli Mikoyan idi. Tərkibi Gürcü, erməni, rus və yəhudilər idi. Verdiyi qərarlar məcburi idi. Demək ki, ilk əvvəl 20 nəfərlə işinə başlamışdı. Azərbaycan SSR-nin 3 konstitusiyası var, SSR-nin özünün isə 3 konstitusiyası var. Baxın, Azərbaycanda olan bu konstitusiyalar 1921-ci il konstitusiyamız, Rusiyanın 18-ci il konstitusiyası əsasında, 37-dəki konstitusiyamız 36-cı il konstitusiyası əsasında, 78-ci il konstitusiyamız isə onların 77-ci il konstitusiyası əsasında hazırlanmışdı. Nərimanov gələndə AXC İrəvanı itirmişdi, daha doğrusu vermişdi. Dərbənd itirilmişdi, amma Qarabağ, Naxçıvan, Zaqatalanı itirməyə Nəriman Nərimanov qoymamışdı. Komünist Partiyası 1920-də yaransa da 20-dən 29-a qədər qeyri-millətlər, 29-dan 33-ə qədər də elə, yəni 20-dən 33-ə qədər qeyri-millətlər buranı bilmirik ki, kimlər idarə eləyib. Amma 33-dən başlayıblar yerli özünü idarə etmə. Mircəfər Bağırov, İmam Mustafayev, Vəli Axundov, Heydər Əliyev, Kamran Bağırov, Əbdürrəhim Vəzirov, Ayaz Mütəllibov. Bunlardan 3 nəfər yaxşı olub. İmam Mustafayev, Vəli Axundov, bir də Heydər Əliyev. Deməli, Müvəqqəti İnqilabi Komitənin işi nə idi? Azərbaycan sərvətini milliləşdirmək. İlk əvvəl neynədi? Yerlərdə öz orqanlarını yaratdı. Qəza Nahiyə Kənd İnqilabi Komitələrini yaratdı yerlərdə öz adamlarını. Sonra kəndlər tuturmaq üçün onlara torpaq verdi. Azərbaycan ordusunu ləğv edib Qırmızı ordunun əvəz elədi. Azərbaycan ordu saxlaya bilməzdi. Bütün rütbələr, zümrələr ləğv olundu. Hamı Azərbaycan vətəndaşı adlandırıldı. Vicdan azadlığı, din, dövlətdən ayrıldı. Xalq Məhkəməsi, fövqəladə komissiya yaradıldı. Azərbaycan hər şey milliləşdirildi və az neft yaradıldı. Sonra Sovet rejiminə qarşı üsyanlar. Komünist Partiyası Azərbaycanda tək partiya idi. Müsavat, Əhrar, İttihad onların qatı düşməni hesab olunurdu. Baş hərbilərin yıxsaq əmi, yəni bunlar AXC-ni istəyənlər idi. Hərbiçi Sulkeviç idi, Suboy idi. Bunlar neysə, sürgün olundu. Bunlar sizə lazım deyil. Gənc üsyandan danışırıq. İlk və ən güclü üsyan hesab olunurdu. Əsas qüvvəsi milli orduydu. Hərbi şura yaradılıb. Müqayisə eləyəcək 1837-də Quba üsyanı ilə 1919-cu ildə demək Gürcüstanla hərbi müqavilənin imzalanmasını, bir də Cənubi Azərbaycanda Təbriz üsyanı zamanı hərbi şura yaradılmışdı. Eləcə də Gəncə üsyanında da. Rəhbəri Kazımbəyov idi, Şıxlinski idi, Qacar idi. 13 bin insan vəfat eləmişdi, 12 dənə general həbs olunmuşdu. Bunlar xırdalıqlar sizə lazım deyil. Əsas sizə lazımdır ki, Gəncə üsyanıdır, hərbiçilərdir, ilk güclü üsyandır. Üsyanda hərbi şura yaradılmışdır. Dimdə sizə lazım olan budur. Qarabağ üsyanı ikinci ən böyük üsyan idi. Yenə də hərbiçilər idi, rəhbəri Nuru Paşa idi. Baş hərflərini yıxsaq Taş, Tərtər, Ağdam, Şuşanı ermənilərdən, ruslardan azad eləsələr də yenə də Sovet Rusiyası gəlib buranı tutmuşdu. Nuru Paşa da qaçıb Osmanlıya getmişdi. Zaqatal üsyanı kəndlərin iştirak elədiyi, rəhbər də Əhmədiyevlə Hafiz Əfəndi idi. Sonra da Gürcüstana qaçıblar. Şəki üsyanı, Şəmkir üsyanı, Lənkəran üsyanı da üsyanlardan hesab olunur. Yəni xırdalıqlar sizə lazım deyil.
Hərbi Şura Gəncədə yaranıb 1920-ci il üsyanında, Təbrizdə yaranıb 1908 məşrutə hərəkatında, Azərbaycanla Gürcüstan arasında Denikinə qarşı olan ittifaqda yaranıb, bir də 1837-dən Qubada yaranıb. Formal müstəqilliyin ləğvi. Azərbaycan formal müstəqilliyini ləğv eləmək üçün, yəni formal adımız qalmışdı da, 2 dənə zərbə vurulub. Birinci zərbə 1920-ci ilin sentyabrında Moskva müqaviləsindəndir. Rusiyanın Azərbaycan arasında imzalanıb, hər şeyimizi Rusiya öz nəzarətinə götürüb. Digəri isə ZSFSR-in yaranması ilə atılmışdı. 1922-ci ilin dekabr ayının 10-da ZSFSR-in yaranması ilə də formal müstəqilliyimiz tamamilə ləğv olunmuşdu. Formal müstəqilliyimiz 1922-də ZSFSR-in yaranmasından ləğv olunmuş, 1936-da ZSFSR-in ləğvi ilə bərpa olunmuşdu. 36-da SSR-in 2-ci konstitusiyasına görə ZSFSR ləğv olundu və Azərbaycan SSR adı ilə Rusun tərkibinə qatıldı. Yəni öz adı ilə Rusun tərkibinə qatıldı. Yəni ZSFSR yarananda Azərbaycan gedib, ZSFSR gedəndə Azərbaycan gəlib formalində olsa. SSR-in rəhbərlərindən də deyək də Lenindir, Stalindir, Brejnevdir, zaten bunları bilirsiniz ümumi tarixdən. İlk yaradan da onu Rusiya, Ukrayna, Belarusiya, bir də ZSFSR olmuşdu. 36-cı ildə onun üst konstitusiyasıdır. 37-ci ildə Azərbaycan SSR-in 2-ci konstitusiyasıdır. Bu konstitusiyaya görə türk adı, yəni bizə həm Azərbaycan dilində danışmaq, həm də Azərbaycanlı adlandırılmaq icazəsi verildi. Təbii ki, bu da bir formalliyidir. Bunlar sizə lazım deyil, bunlar da lazım deyil. Xarici bazarlarda neft satışı azalır, neft böhranı baş verir, bu da heç lazım deyil. Ərazi bütövlüyünə yeni qəsdlər. Deməli, Ermənistanla Gürcüstandır bizim əsas problemimiz. Ermənistan haran istəyirdi? Ermənistan bizdən elə bil ki, Naxçıvanı istəyir, bir də Qarabağı istəyir. Naxçıvana gedən yol Şərur Dərələyəzdən keçir. Şərur Dərələyəzdən. Qarabağa gedən yol isə Zəngəzurdan keçir. 1920-ci ilin yayı Şərur Dərələyəz, 1921-ci ilin yayı Zəngəzur qeyri-şərtsiz ermənilərə verildi. Naxçıvanı qoruyan Osmanlıdır, Qarabağı qoruyan isə Nərimanovdur. Yəni, qoymadılar ki, bu ərazilərimiz itirilsin. Naxçıvanda yaranıb 1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası. Qarabağ da yaranıb 1923-cü ilin iyul ayında, bu fevraldadır, iyul ayında Qarabağ, Dağlıq Qarabağ Muxtar Respublikası, Dağlıq Qarabağ Muxtar Respublikası. Deməli, bu general sözü olanlar əslində biz Naxçıvan general qubernatorluğuna, Qarabağ general qubernatorluğunu da eşitmişik. Onlar AXC-nin dövründədir. Amma bu muxtar sözü olanlar isə Rusun dövründədir. Biz burada nə öyrənəcək? Eşitəcək ki, 1920-ci ilin yayıdır, avqustdur. Ermənistanla Rusiya müqavilə imzalayıb, Şərur Dərələyəz qeyri-şərtsiz ermənilərə verilib. Qarabağ, Naxçıvan, Zəngəzur isə mübahisəli qalıb. 21-in yayında da Zəngəzur Ermənistana verildi. 1929-30-da isə Ordubad və Zəngəzur, Zəngilan torpaqları hesabına Naxçıvan Azərbaycandan ayrı salaraq Mehri rayonu yaratdılar. 20-ci illərdə isə Qazax və Cəbrayıldan da ərazilər qoparıldı. Bu işdə Stalinin və Arçanikedzenin böyük rolu var idi. Keçirəm Gürcüstana. 1921-ci ildə Borçalını biz Gürcüstana verdik. Sonra Ermənistandan, o da bölüb öz arasında. Yəni Gürcüstan. 21-də Zaqatala Azərbaycanda qalıb, amma bəzi hissələr, məsələn, Sığnaq ərazisi var idi ki, bunu vermişik Gürcülərə. Qarayazı isə 2 yerə bölünüb. Yəni Borçalı onlarda qalıb, sonra Ermənistanla bölüblər. Zaqatala bizdə qalıb, Qarayazı da bölünüb. 1920-23-cü ildə Ermənistanla Azərbaycan arasında gərginlik pis idi. Onlar deyirdi ki, rəy sorğusu keçilək, Qarabağ Azərbaycanda qalsın. Keçirtdilər və ermənilər yaşayan hissədə rəy sorğusu keçirtdilər. Dedilər ki, hə, Qarabağ qalsın ermənilərdən. Sonra biz bunu etiraz elədik. Gedib bütün Qarabağda rəy sorğusu keçirdik. Bütün Qarabağ dedi ki, yox, Azərbaycanın tərkibində qalsın. Sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı. Mərkəzdə Xankəndi oldu. 2 aydan sonra isə Stepanakert oldu. Gəlirəm Naxçıvan məsələsinə. Hələ 1920-ci ilin yayında, iyun ayında, elə bir ki, yay ayında bu Şərur Dərələyəz ki, ermənilərə verilirdi.
həmin söz-söhbət gedəndə 20 iyunda Naxçıvana itirməmək üçün türklər öz qoşununu yeritdi. İyulda da ruslar öz qoşununu yeritdi. Elə bil ki, Naxçıvandır, aşağıdan türklər öz qoşununu yeritdi, yuxarıdan da ruslar. 1920-nin avqustunda da demək Rusla Türk belə qərara gəldilər ki, hərə öz qoşununu Naxçıvanda saxlasın. Bax, iyunda Osmanlılar girib Naxçıvana, iyulda ruslar girib. Avqustda belə bir razılığa gəliblər ki, olduğu yerdə saxlasın hər öz qoşununu, durub çıxıb getsinlər danışıqlara. 1921-ci ildə mart ayında Moskvada saziş imzalanıb Rusiya ilə Türkiyənin arasında. Naxçıvan Azərbaycan protektorluğunda, yəni idarəsində olacaq, qəyyumluğunda. 3-cü dövlətə güzəştə gedilməyəcək. 1921-in oktyabrında isə Cənubi Qafqazla Türkiyə arasında Qars müqaviləsi imzalandı. 20 maddədən ibarət idi. Naxçıvan Azərbaycanın müxtər vilayət kimi sərhədləri tanındı. Deməli, Moskva ilə Qars eynidir. İkisi də 1921-dədir. Sonra 2021-də 100 illiyində Şuşa bəyannaməsi adı ilə təzələnib. Moskvada Türkiyə Rusiya ilə danışıqlar aparıb. Qarsda isə Türkiyə Cənubi Qafqazla danışıqlar aparıb. Deməli, Moskvada danışanda deyib ki, Azərbaycan protektorluğuna götürür Naxçıvanı və 3-cü ölkəyə güzəştə gedilə bilməz. Qarsda isə deyir ki, muxtar vilayət kimi sərhədləri dəqiqləşsin. Hər ikisi müddətsizdir. Sonra Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yarandı. 29-cu ildə də Moskva və Qarsa zidd olaraq Mehri rayonu yaradıldı. Mehri rayonu yaradıldı. Sonra nəyimiz var burada? Biz Rusiyadan da keçmişik. Yeni iqtisadi siyasət. Hələ biz hərbi kommunizm hardadır burada? Kollektivləşmə. Hərbi kommunizm də var uşaqlar. Yəqin ki, vərəq cırılıb. Hərbi kommunizm bilirsiniz də yaxşıdır. Hə, burada da elə. Hərbi kommunizm. Siz bilirsiniz ki, 1918-ci ildən 20-ci ilə qədər Rusiyada vətəndaş müharibəsi var idi. Ağlarla qırmızılar arasında. Və vətəndaş müharibəsinin dalınca 2021-də hərbi kommunizm təşkil olundu. Bütün taxıl, ticarət hamısı Rusun insarına götürüldü. Ərzaq sapalığı, şapalığı təyin olundu. Yediyi qədərini yirdi, əhali yemədiyini də dövlətə çox ucuz qiymətə satırdılar. Bu da əhalinin işləməyə marağını azaldırdı. 1921-25-də yeni iqtisadi siyasət yaradıldı. Rusiyada ərzaq sapalığından birbaşa ərzaq vergisinə keçilib. Bizdə 21-də ərzaq 20-də ərzaq sapalığıdır, 21-də çanaq vergisidir, 22-də isə ərzaq vergisidir. Yəni biz yisə keçid eləmişik çanaq vergisi ilə, Rusiya keçib ərzaq vergisi ilə və vəziyyət yaxşılaşdı. İsin dövründə azad ticarət, muzlu əmək, kredit, inkişaf, müqarşılıqlı əlaqələr, qol çomaqların sayı artdı, neft artdı. Bir dənə neft sahəsi demək şirkətlərlə əlaqə quruldu, xarici, bir dənə bu dövlətin əlində idi. Qalanlar hamı öz sahiblərinin əlində idi. 25-ci ildə Gəncədə, Lənkəranda, Salyanda, Ucarda pambıq təmizləmə zavodları, Qarabağ, Ordubad, Naxçıvanda, Bayrama, Gədəbəydə, Mis, Bakı, Tovuzda sement zavodları tikildi və bunları əzbərləyin. Əzbərləyin ki, sizə düşəcək ki, yeni iqtisadi siyasətin dövründə hansı şəhərlərdə nələr açılıb. Bilməsiniz ki, Bakı ilə Tovuzda sement zavodu, Gədəbəydə Misdir, bu heç də məşhurdur. Məsələn, Qarabağ, Ordubad, Naxçıvanda Baramadır, Ucar, Salyan, Gəncə, Lənkəranda pambıq təmizləmədir. Sonra keçirik yenidən qurma siyasətinə. 1925-ci ilin sonundan başlayıb 1937-ci ilə qədər təxmin eləyək ki, var. Deməli, burada nədir? Burada şəhər həyatını inkişaf etdirməkdir. Şəhər həyatı təbii ki, inkişaf eləyəcək. Hətta işsiz əhali yox idi demək olar ki, və amma aclıq baş verdi. Rusiya məcbur olub 32-ci ildə, 1932-ci ildə şəhərlərə pasport verib kəndləri öz yurd yuvasına göndərdi. Bunu da ümumi tarixdən zaten bilirsiniz. Və hər 5 ildən bir də demək sənayeləşmə siyasəti həyata keçirirdi. Azərbaycanda ən çox, demək Rusiya özündə ən çox ağır sənayedə bunu həyata keçirirdi. Azərbaycana neft, elektrik, yüngül sənayedə.
Neft sahəsindəki tədbirlər, geoloji işlər aparıldı, yeni avadanlıqlar, ilk kerasin benzin zavodu idi, sürtük yağı idi, neftin qiyməti 8 dəfə artdı. 1930-cu ildə Bakı-Batum bərpa olundu. Bakı-Batum uşaqlar 1896-da tikilişinə qərar verilib, 1907-ci ildə istifadəyə verilmişdi. Bakı-Batum, hətta AXC-nin dövründə də Bakı-Batum var. Bakı-Batum 1896-da tikilməsi qərarı verilib. 1907-ci il istifadəyə verilib, hətta AXC-nin dövründə də var idi. 1930-cu ildə də bərpa olunub. Digər tədbirləri 26-da ilk dəfə olaraq elektriklə işləyən dəmir yolu çəkilib Bakıdan Sabunçuya. 27-28-də Nuxa Salyan Füzulidə istilik elektrik stansiyaları. 37-də ilk dəfə olaraq Moskvadan Bakıya təyyarə uçub repressiyalarla əlaqədar. 40-da da Bakı-Culfa dəmir yolunun Mincivan stansiyası fəaliyyətə başlayıb. Nəticədə vəziyyət yaxşılaşıb da, yəni. Kollektivləşmə yaxşı bir şey deyildi. 20-ci illərin əvvəlləri düşünülsə də 29-da başlayıb, 33-də qurtarmalı idi, 37-də qurtarıb. Qolçomaqlar bir sinif kimi aradan çıxıb, hamı bərabər işləməyə başlayıblar. 32-də pasport var idi, kəndliyə aid deyildi. Kollektivləşmənin əsas dayağı maşın, traktor stansiyaları idi. Yəni bunlar əsasən dövlətə işləyirdi. Çoxu kolxozçu idi əhalinin. Və ən çox da pambıq yetişdirilirdi. 37-də 36-cı ildə Rusiyada, 37-də də Azərbaycanda imzalanan konstitusiya, hazırlanan konstitusiyaya əsasən sosializm tam qalib gəldi. Bəs bu kollektivləşmədən cəmaət razı idi? Yox, kollektivləşməyə qarşı üsyanlar baş vermişdi. Amansızlıqla yatırılırdı. Ağır vergilər var idi, cəmaət əziyyət çəkirdi. Ona görə də məsələn Çayoba faciəsi var idi burada. Bəhanə edirdilər ki, üsyançıları gizlədib. Adlarını əzbərləmək bəs edirsiniz. Zaqatala, Naxçıvan, Balakən, Ordubad və Cəbrayıl ərazilərində ən çox bizə bilsiz nə lazımdır? Sovet dövründə də Zaqatalada üsyan var idi. Bax, burada da, Şəkidə də, Şəmkirdə də. Biz 20-ci illərdə harada işitdik? Gəncədə, Qarabağda, Zaqatalada, Şəkidə, Şəmkirdə, Lənkəranda, eləmi? Şəki, Şəmkir, Zaqatala yenə də var. Sadəcə orada Gəncə idi. Demək Qarabağ idi, Lənkəran idi. Burada onun yerinə Naxçıvan, Balakən falan yazacağıq. Hətta burada Naxçıvanla Qarabağda oxşadacağıq ki, orada Qarabağda Nurpaşa 20-ci illərdə, 30-cu illərdə də Naxçıvan Sovet qoşunları buradan qovub çıxarılsa da nəticədə yenə də gəlib bura yələmişdilər. Sözə baxmayanlar da deportasiya olunurdu, qovulurdu. Yəni Allahsızlar cəmiyyəti var idi, xüsusi bayramlarımız var idi, onlar qadağan olmuşdu. Yəni bunlara tək-tək deməyə ehtiyac yoxdur. Repressiyalarda tirka verən ermənilər idi. Bəhanə də ki, vətən xaini adlandırıb bizi buradan qovurdular. 11-ci Qırmızı Ordunun əli ilə qovurdular, bəli. Və fövqəladə komissiya terror yaradırdılar. Ali İnqilabı tribunu yaratmışdılar. Repressiya ilk dəfə Kirov adında bir adam var idi. Stalinin yaxın dostu idi, onun ölməsi ilə başlayıb. Ən yüksək dövr isə 37-ci ildə də ilk qurbanları siyasətçilər olub. Yəni yerli kommunistlər, bizdən olan siyasətçilər, sonra hərbiçilər, sonra da ziyalılar idi. Sürgün olunmuşdu. 38-40-da da Cənubi Azərbaycandan bura işləməyə gələnlər öz ölkələrinə deportasiya olundu. Sonra burada mədəni quruculuq tədbirlərimiz var. Demək, Rusiya Azərbaycanı işğal edəndən sonra bizdən sədaqətli kadrlar hazırlamağa başlayırdı. Ona görə də 23-cü ildə savadsızlığa qarşı bu qalsın uşaqlar. Bunu qalsın. Bunu ayrıca bir dərs kimi keçərik.